بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا محمد وعلى آله وصحبه أجمعين أما بعد. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Değerli kardeşlerim, her birinize uca Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu deyirəm. Ve bu günləri inşallah dersimize İbn-i Qayyim rahimehullahın belə bir gözəl sözü ilə başlamaq istəyirəm. Bekarçılıq və boş vaxtla bağlı Tariqatül Hicrəteyn kitabında dediyi çox təsirli və faydalı bir sözdür, nəsihətdir. Belə ki, buyurur ki, rahimehullah, qul üçün ən zərərli şeylərdən biri də onun bekarçılığı və boş vaxtıdır. Çünki nəfs heç vaxt boş qalmır. Əgər sən onu sənə fayda verən bir işlə məşğul etməsən, o mütləq səni sənə zərər verən bir işlə məşğul edəcəkdir. Dəyərli qardaşlarım, İbn-i Qayyim Əl-Cəvziyyə rahimehullah bu sözündə insanın nəfsinin boş qalanda fitnəyə, günaha və faydasız işlərə yönələcəyini izah edir. Bu xüsusilə elm öyrənmək, Quran oxumaq və faydalı işlərlə məşğul olmaq mövzusunda çox böyük bir qaydadır. Allah subhanahu ve teala insanı məqsədsiz yaratmayıb, qəlb və beyin daim bir şeylə məşğul olur. Əgər onun Quran, elm, yəni Quran oxumaq, elm, zikir və digər faydalı işlərlə məşğul etməsən və digər bu kimi faydalı işlər, məşğuliyyətlər doldurmasa həmən qəlbi, o zaman onun yerinə boş şeylər onu dolduracaq. Və Uca Allah buyurur ki, öz mübarək kitabında فَإِذَا فَرَغْتَ فَانْصَبْ boş qaldığın zaman yenidən çalış. Təfsir alimlər deyirlər ki, yəni bir ibadəti bitirəndə başqa faydalı ibadətə və ya faydalı məşğuliyyətə keç. Yəni digər faydalı məşğuliyyətə keç. Çünki mümin həyatını əsla boş keçirməz. Digər bir ayədə də buyurulur ki, bu əslində bütöv bir surədir. Asr surəsindən danışılır burada. Belə ki, Uca Allah buyurur, Bismillahirrahmanirrahim. Vəl-asr innəl insənə ləfī xusr illellezîne âmenû və amilussâlihət və təvâsav bil-haqqi və təvâsav bis-sabr. Qardaşlar, Uca Allah ayənin əvvəlində vaxta, yəni əsr çağına and içir və buyurur ki, and olsun əsrə, əsr çağına, əsr vaxtına. Baxın, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə həmişə mühüm olan şeylərə and içir. Həqiqətən insan ziyan içindədir. Yalnız kimlər istisnadır? İman gətirib salih əməllər edənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər istisnadır. Bu surə göstərir ki, vaxtı faydalı istifadə etməyən insan həqiqətən zərər içindədir. Allah Resulü sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, Ni'mətəni məğbunun fihimə kəsirun minən-nəs, əs-sihhət vəl-fərah. İki nemət vardır ki, insanların çoxu onların qədrini bilmir. Bunlar nədir, qardaşlarım? Sağlamlıq və boş vaxt. Səhih Buxaridə rəvayət olunan hədisdir. Yəni, boş vaxt həqiqətən böyük bir nemətdir. İnsan onu Quran oxumaq, Quran öyrənmək və digər faydalı elmləri öyrənmək, Quran-ı Kərimi əzbərləmək, üzərində təfəkkür, tədəbbür etmək və başqa faydalı işlərdə istifadə etməsə, sonradan peşman olar. Və elm əhli deyir ki, nəfsini haqqı ilə məşğul etməsən, batil səni məşğul edər. Qəlbini Quran doldurmasa, dünya və şəhvətlər qəlbini doldurar. Və vaxtı qorunmasan, vaxt qorunmasa və ya vaxtını qorumasan, peşmançılığa çevirilər, Allah qorusun. Buna görə də sələflər həmişə boş vaxtdan qorxardılar. Yəni, boş vaxtlarını faydasız işlərə sərf etməkdən qorxardılar, həzər edərdilər. Və bəziləri deyirdi, nəfsinlə məşğul ol, yoxsa o səni məşğul edər.
İşğal nəfsəkə bil haqqi və illə iştəğalətəkə bil batil. Yəni nəfsinlə məşğul ol, yoxsa o səni batillə məşğul edər. Və dəyərli qardaşlarım, insanın nəfsini məşğul etmək üçün həqiqətən faydalı işlər, faydalı elmlər çoxdur. Və ələl-xüsus da bunun ən başında Allahın kitabını öyrənmək, oxumaq, öyrətmək, yaymaq və digər faydalı işləri, elmləri öyrənmək nəfsi islah edən ən böyük vasitələrdəndir. Çünki Quran qəlbi dirildir. Elm insanı şübhələrdən qoruyur. Elm bir nurdur və faydalı məşğuliyyət günahlara gedən yolları bağlayır. Daim öyrənən insanın qəlbi boş qalmaz. Uca Allah buyurur: Ələ bi zikrillahi tatmainnul qulub. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Ra'd surəsinin 28-ci ayəsində buyurulur. Ona görə insan özünə gündəlik proqram qoymalıdır. Quran oxumaq, əzbərləmək, təfsir, hədis və fiqh və başqa bu kimi faydalı elmləri öyrənmək, ərəb dilini öyrənmək, faydalı kitab mütaliəsi, zikr və dualar, faydalı iş və digər halal məşğuliyyətlər. Çünki boş buraxılan nəfs çox zaman telefona, mənasız videolara, mənasız filmlərə, qeybətə, ləmmamlığa, şəhvətə, tənbəlliyə və digər başqa günahlara meyl edər. Amma elm və Quranla məşğul olan insanın qəlbi qorunar və vaxtı bərəkətli olar. Bu qədər dəyərli qardaşlarım, Allah Subhanahu və Teala bizləri vaxtını qoruyan və vaxtını faydalı işlərdə keçirən qullarından eləsin. Allah Subhanahu Teala bizləri faydalı elm öyrənənlərdən, öz kitabını öyrənib öyrədən qullarından eləsin Rəbbim. Subhanəkallahumma və bihamdik, nəşhədu ən la ilahə illə ənt, nəstəğfiruka və nətubu iləyh.